Salam, hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva. Bu günlərim sizə 8-ci sinif texnologiya kitabının 8-ci mövzusu olan yuvarlaq səthli detallardan olan məlumatların spesifikasiyası və onların çeritojunun oxunması texnologiyasının izahını verəcəm. Bilirik ki, müəllimlər, spesifikasiya sözü ilə biz artıq 5-ci sinifdə tanış olmuşduq. Spesifikasiya biz öyrənmişdik ki, məlumatın adını, miqyasını, materialının belə deyək, qeyd olunduğu bir cədvəl idi. İstənilən qrafik təsvirin aşağı sağ küncündə yerləşirdi və həmçinin bugün öyrənirik ki, spesifikasiya hər hansı bir məlumatın tərkibini müəyyənləşdirən cədvəl formasında yerinə yetirilən bir sənəddir. Belə deyək də müəllimlər, məsəl üçün bunu nə ilə əlaqələndirək? Məsəl üçün biz bir şirniyyat hazırlayırıqsa, şirniyyatın bütün tərkibi, hansı ardıcıllıqlar, hansı ərzaqdan nə qədər istifadə olunacağı onun reseptində müəyyən olunur. Spesifikasiyada sanki bir məlumatın bir resepti kimi nəzərimizdə tutaq ki, yəni onun tərkibini müəyyənləşdirir, o hansı detallardan, neçə detalların sayı, material, miqyas, bunların hər biri göstərilən bir cədvəl formasıdır, həmçində bir sənəddir. Spesifikasiyanın ən sadə forması isə biz dedik ki, əsas yazıdır. Əsas yazı tərkib hissələrinin materialını, həmçinin də onun adını və miqyasını göstərən bir yazıdır. Daha sonra baxaq çeritojun oxunması. Çeritojun ümumiyyətcə oxunması müəllimlər bir neçə mərhələdən ibarətdir. Bu mərhələlərin ən önəmlisi, ən birincisi biz əsas yazını oxumaqla başlayırıq çeritoja. Əsas yazını oxumaqla deyəndə, yəni əsas yazıda orada nə verilir? Detalın və onun hazırlandığı materialın adı, təsvirin miqyası, baxın burada materialın adını, təsvirini, miqyasını və başqa digər bir məlumatlar ötürülübsə, bax bu məlumatların öyrənilməsi ilə başlayırıq. Daha sonra ikinci mərhələdə isə çeritojda detalın hansı görünüşlərinin verildiyini biz müəyyən edirik. Yəni belə deyək ki, əgər bizə baş görünüş, hansı görünüş baş görünüşdür, hansı görünüş sol görünüşdür, bax bunu biz təyin edirik ikinci mərhələdə. Üçüncü mərhələmiz nədir? Görünüşlərin qarşılıqlı əlaqəsinə. Məsələn, baş görünüşlə sol görünüş verilibsə, biz onu bir çalışmalıyıq ki, xəyalən onları bir-birinə birləşik, fikirləşək ki, bu necə bir məlumat əldə olunacaqdır. Bunun görünüşü hansı görünüşdə olacaqdır. Biz xəyalımızda başlayırıq bunu canlandırmağa, bir təsəvvür yaratmağa. Dördüncü mərhələdə isə çeritoj üzrə detalın və onun elementlərinin ölçülərini təyin edirik. Belə deyək, bilirik ki, biz hansı ki, bunu yenidən 5-ci sinifdə öyrənmişdik, ölçmə və nişanlama. Orada demişdik ki, ölçmə vacib əməliyyatlardan biridir. Həmçində biz çeritoju belə deyək, oxumağa çalışırıqsa, oradakı elementlərin, detalların ölçülərini mütləq şəkildə təyin eləməliyik, bilməliyik ki, hansı ölçülərdədir. Ümumiyyətcə çeritojun oxunmasına aid, belə deyək, bir sual-cavab şəklində verilibdir bizə ki, biz nələri bilməliyik. Deməli, əgər bizə